Allah Qur'an-ı Kərimdə öz ayələrindən, öz nişanələrindən birini xatırladır. Öz qüdrət nişanələrindən birini insanların nəzərinə qeyd edir və sonda buyurur ki, bəlkə bu ayələri görənlər, eşidənlər, bəlkə düşünsünlər və dərk etsinlər ilahinin varlığına və onun qüdrətinə, onun təkliyinə, onun rəhmaniyyətinə, mərhəmətinə bir daha diqqət yönəlsinlər. Nədir bu ayə, nədir bu nişanə? Buyurur ki, وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا. Buyurur ki, Allahın qüdrət nişanələrindəndir ki, sizlərdən cütlüklər yaratdı, sizləri cüt yaratdı, ər və arvad olaraq yaratdı, kişi və qadın olaraq yaratdı. Və bu ilahi bir qüdrətdir, ilahi bir nizamdır ki, insanın nəzərini Allah mütəal bir daha bu ayələrə diqqəti cəlb edir. لِتَسْكُنُوا إِلَيْهَا. Ki, sizlər bu evliliklə, bu ailə həyatı qurmaqla birlikdə məskunlaşasınız. Bu, insanlara əta olunan bir neymətdir ki, insanlar ailə həyatı qurur və evlilik həyatı qurur və özləri bu ailə həyatında bir məskunlaşmış olur, rahatlaşmış olur və öz həyatı istəklərini, amallarını və mənəvi və fiziki hacətlərini əta etmiş olur və əxlaqi dəyərlərini bir daha özündə bərpa etmiş olur. وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً. Və bu məskunlaşmaqda, bu evlilikdə sizlərin aranızda məvəddə, yəni sevgi və mərhəmət hissinin yaranmasına səbəb olub. İnnə fī zəlikə ləayətin liqavmi yəqilun. Həqiqətən bu ayələrdə, bu nişanələrdə düşünənlər üçün bir əlamətlər vardı. Düşünənlər üçün bir ayələr vardı ki, insanlar bunlara diqqət etsə, ilahi mərifətin bir daha insanların qəlbində təsdiqinə səbəb olar. Bəzi hədislərdə ümumilikdə evlilik haqqında tövsiyələr və insanları bu məsələdə diqqətli olmağa, təşviq etməyə Əhl-i Beyt əleyhissalamlardan çoxlu hədislər var. Və indiki oxuduğumuz ayə də bir daha buna nişanədir. Peyğəmbər salavatullah buyurur ki, mən təzəvvəcə fəqad əhrazə nisvə dinə. Buyurur ki, əgər hər kəs evlənərsə, öz dininin yarısını qorumuş olur. Öz dininin yarısını bərpa etmiş olur. Və burada insanın bir növ fərdi olaraq, istər qadın olsun, istər kişi olsun, bunlar birlikdə tamamlanmış olar. Ayrı-ayrılıqda isə onların nöqsanda olması bir daha bir uza verir. İnsan öz fitri duyğularında, yaşayışında, bir növ proqramında bu cürünə proqramlaşdırılıb ki, insanlar bir isti ailə ocağı qursunlar və burada həmçinin də insanın daxili mənəvi dəyərlərinin bir daha təkmilləşməsində, insani xüsusiyyətlərin ortaya çıxmasında və bir növ insani potensialın üzə çıxmasında müstəsna rolu var bu evliliyin.
Hətta bir çoxları hədislə Quran-ı Kərimin özündə buyurulur ki, yaxşılıqlara və təqvaya biri-birinizlə köməkləşərək icra edin. Təavanu bil-birri və təqva. Təqvada və yaxşılıqda biri-birinizə kömək olun. Biri-birinizə dəstək olun. Və həmçinin də bu ailə həyatı insan üçün məsuliyyət hissinin üzə çıxmasında əhəmiyyətli rolu var. İnsan bu məsuliyyət hissinin sayəsində bir çox çətinliklərə müqavimət göstərir və həyat tərzini təkmilləşdirmək üçün müxtəlif zəhmətlərə qatlaşır və onda səbir və inayətin yetişməsində insan üçün şərait yaranır ki, bu çətinliklərlə insan mübarizə aparsın. Təbii ki, insan ailə qurduqdan sonra bir daha onun məsuliyyətinin artma hissini insan özü dərk edir. Təklikdə qalanda bu məsuliyyət hissi insanda olmur və bir çox böhranların yaranmasına, insani duyğuların aradan getməsinə və hətta intiharların belə yaranmasına səbəb yaranan amillərdəndir ki, insan ilk növbədə məsuliyyət hissinin itirir və məsuliyyət hissi itirildikdən sonra insanın yaşayış tərzi bir növ çətinləşir. Və bugünkü dövrümüzdə evliliyə qarşı propagandalar aparılır və evliliyə qarşı bir növ mənfi düşüncələr irəli sürülür. Hətta gəncləri evlilikdən uzaqlaşdıran bir növ təbliğatlar aparılır. Və bu da İslam dininin əsas prinsiplərindən, köklərindəndir. Dinimizin əsas insani dəyərlərin əsas prinsiplərindən ibarətdir ki, bunun məhv olması, ailənin məhv olunması bir çox bəlaların, bir çox müşküllərin, bir çox problemlərin yaranması və cəmiyyətin içərisində xaosun və nizam-intizamın aradan getməsinə səbəb yaradır. Və hətta insanlar öz içərisində baxsaq dəyərlərin də aradan getməsinə səbəb olub, dəyərlərin də dəyişməsinə səbəb olub. İnsan dəyərləri əsasən bu günlərin maddi maraqlar üzərində qurulub. Və bu maddi maraqların üzərində ölçülərimizi, mizanımızı, tərəzimizi bərpa etmiş oluruq. Və hətta elçiliyə gedəndə və yaxud da həm oğlan tərəfi, həm qız tərəfi bütün bugünkü dönəmimizdə maddi durum vəziyyətlərə baxılır. Əgər bu vəziyyət dolğundursa, onda evlənmək üçün şərait yaradırlar. Və bu da təbii ki, sonda böyük problemlərin, boşanmaların əsasını təşkil edir. Bu günləri soruşmurlar ki, həmən oğlan qapıya gələndə bu oğlan xarakter və xüsusiyyət, kəmiyyət və keyfiyyət baxımından hansı dərəcədədir, hansı müstəvidədir? Əxlaqi dəyərlərdə nə qədər bu insan inkişaf edib? Namaz və ibadətində Allaha qarşı olan istəyində məqamı, məramı nə qədərdir? Bunu soruşan, ilk qarşıya çəkən və bunu işıqlandıran çox az cəmiyyətimiz var. İlk növbədə dini dəyərlərin və insani dəyərlərin ölçüsü əsas şərh götürülməlidir ki, və bu həyati məsələnin davamiyyətinə səbəb olsun. Ola bilər insan kasıb olsun, ola bilər insanın malı, dövləti olmasın, ola bilər insanın işi gücü o qədər də istənilən, tələb olunan şəkildə olmasın.
Amma insani dəyərlərində müəyyən inkişafın düzəltilərini görsə insan və bununla insan razılaşsa, Allah Quran-ı Kərimin digər ayəsində buyurur ki, öz subay qadın və kişilərinizi, qullarınız və kişi və qadın qullarınızı evləndirin. Allah öz fəzlindən onlara lütf eləyəcək. Allah öz fəzlindən onlara əta eləyəcək. Kasıblıq qorxusundan, çətinlik qorxusundan, imkansızlıq qorxusundan, bu evlilik həyatından imtina eləmək bir növ Allahın qüdrətinə, əzəmətinə, mərhəmətinə, feyzinə bədgüman olmaq deməkdir. Biz elə bilirik ki, ailə məsələlərini özümüz idarə edirik bir çox hallarda. Düzdür, bizim xarakter və xasiyyətimizlə üst-üstədir. Təsirimiz bilavasitədir. Amma çətinliklərin həll olunması və ilahi rəhmət və lütfün insanlara əta olunması birbaşa Allah Mütealın əli iləndir. Və Allah bir cəmiyyəti islahat etsə, islahat edir. Allah bir cəmiyyətə hidayət bəxş etsə, bir ailəyə hidayət bəxş eləsə, hidayət edir. Yetər ki, biz ilahinin qayda qanunlarına tabiçilik göstərək. Allah bizə buyurub ki, evlilik şərtdir. Sən buna can atmalısan. Sən gücün və bacarığın qədər bu məsuliyyəti üzərinə götürəcəksən. Allah yəqin ki, bilir ki, neyisə sənə tövsiyə edir. Bilmədiyi şeyi ki, təbii ki, sənə tövsiyə etməz. Bildiyi şeyi sənə tövsiyə edir. Ki, sən bunun sayəsində ilahinin qüdrətini nəzərə alıb və bu evliliyə birbaşa olaraq cavanlarımızı, gənclərimizi bu rüsusda, bu ətrafda, bu məsələdə bir daha bu məsələni ciddiyə almaq lazımdır. Hətta son zamanlar müşahidə olunur gənclərin evlilik məsələlərinin gecikdirilməsi. Bu da əsas məsələlərdəndir. İnsan xarakter və xüsusiyyət baxımından onun dəyərləri kölgə altında qalmış olur. Və ilahi rəhmətin və ilahi mərhəmətin qanuni şəkildə, nizami şəkildə insana şamil olmasının qarşısını alan amillərdəndir. Bugünkü dönəmdə baxırsan ki, elm, mərifət inkişaf etməsinə baxmayaraq, insanlar hələ də öz fitrətlərinə qarşı hərəkət edirlər. Öz fitrətlərinə, öz yaradılışlarına qarşı addımlar atırlar. Peyğəmbər sallavatullahdan hədis var, buyurur ki, Ən-nikahü sünnəti, evlilik mənim sünnətimdəndir, mənim yolumdur, mənim addımımdır. Fəmən əhəbbə fitrəti fəlyəstənnə bi sünnəti. Hər kəs əgər mənim yaradılışımı qəbul edərsə, sevərsə, mənim yaradılışım budur ki, evliliyə əhəmiyyət verirəm. Bu fitrətimə hər kəs önəm verərsə, mənim sünnətimi davam elətdirsin. Mənim bu qoyduğum qayda qanunu davam elətdirsin. Və burada həqiqətən də bu evlilik həyatının içərisində elə əvəz olunmaz hisslər var ki, ey cavanlar, fəqət və yalnız bu hissləri evlilik həyatında əldə edə bilərsən. Qayğı hissi xüsusi olaraq İslam dinində zikr olunub. Və sanki böyük bir cəmiyyətin quruluşunda iştirak etmiş olursan. Ailə bu cür dəyərə sahibdir. Peyğəmbər sallavatullahdan hədis var, buyurur, baxız savaba və bu savabdan bir inşallah ki, öyüd nəsihət götürək. Peyğəmbər sallallahu buyurur ki,
Mən dəxələ suq fəiştərə tuhfətən və həmələhə ilə əyalihi kânə kəhamil sadaqa ilə qovmin məhavic. Deyir, bir şəxs, bir mömin əgər bir bazara daxil olarsa, öz əhli əyalı üçün, öz övladları üçün, öz uşaqları üçün bir dənə hədiyyə alarsa, bir töhfə alarsa, bir hədiyyə alarsa və öz əyalına, öz əhli əyalına apararsa, sanki həmən bir ehtiyaclı qövmün ehtiyacını ödəmiş olub. Savaba bax, ailədə gedən proses və savablar və insan dəyərinin olan inkişafına bax, diqqət elə, Peyğəmbər sallallahu buyurur ki, əgər bir hədiyyə alıb öz övladına aparıb versən, sanki bir ehtiyaclı bir qövmə yardım etmiş olarsan. فَلْيَبْدَأَ بِالْاُنَاث قَبْلَ الذُّكُورِ. Deyib, birinci bu hədiyyəyə layiq olan qızlar oğlanlardan qabaqdır. Qızlara daha çox önəm verəcəksən. Hədislərdə var ki, Peyğəmbər sallallahu qız uşaqlarını oğlandan qabaq qucağa götürülüb, nəvaziş göstərilməsi məsləhət görülüb. Hətta bu hədisdə də buyurulub ki, qız uşaqları oğlanlardan daha qabağa verilsin. Hədiyyələr ilk öncə onlara verilsin. İslam dini qadına bu cürünə dəyər verir. Qadına olan xüsusi baxışı bu cürünədir. Buyurur ki, qadınlar ilk növbədə oğlan uşaqlarından qabağa çəkilsin. فَإِنَّهُ مَنْ فَرَّحَ إِبْنَتَهُ فَكَأَنَّمَا أَعْتَقَ رَقَبَ مِنْ وُلْدِ İsmail. Əgər hər kəs qız uşağını sevindirərsə, sanki İsmail övladlarından bir qul azad etmiş olub. Savaba bax. Bu savab əslində savab verir sənə. Həmçinin də o insanda ki, dəyişiklik baş verir, ruhi mənəvi dəyişiklik baş verir. Necə ki, İsmail övladlarından bir qulu azad etmək səndə hansı dəyərin inkişafına səbəb olursa, bir qız uşağını evdə sevindirmək də o dəyərə sənə sahib olmasına şərait yaradır. وَمَنْ أَقَرَّ عَيْنِ إِبْنِ فَكَأَنَّمَا بَكَ مِنْ خَشْيَةِ اللّٰهِ. Deyir ki, əgər hər kəs bir oğlan uşağının gözünü sevindirərsə, sanki Allah qorxusundan ağlamış şəxslərdəndir. Oğlan övladına sevindirmək, uşağını sevindirmək, sanki Allah xofundan, qorxusundan ağlayan şəxsin savabı ilə bərabərdir. وَمَنْ بَكَ بِخَشْيَةِ اللّٰهِ أَدْخَلَهُ جَنَّاتِ النَّعِيمِ. Buyurur ki, əgər hər kəs Allah qorxusundan ağlayarsa, Allah ona neymətlərlə dolu cənnətə daxil edər. Bu evlilik həyatında olan dəyərlər düşündürücüdür. Və hətta Allah mütəal buyurur ki, bu evlilik həyatında sizlər üçün mərhəmət hissinin yaranmasına və məhəbbət hissinin, sevgi hissinin yaranmasına səbəb olub ki, bu da səni heyvanlardan ayıran xüsusiyyətdir, xarakterdir. Çox danışmaq olar. Çox danışmaq olar ki, insan bu məsuliyyət hissində hansı səviyyə çatmasına və onda yatmış güclərin, qüvvələrin, insanın daxilində Allah ona verdiyi neymətlərin üzə çıxmasında bilavasitə rolu var. Bu dəyərləri, İslami dəyərləri dəyərləndirmək və ilahi dəyərləri dəyərləndirmək hər bir müsəlmanların haqqıdır, borcudur. Bu dəyərlər əslində insan inkişafının, insan rifahının
təminaçısıdır və insanlar bir daha bu ilahi ayələrin, bu ilahi nişanələrin nemət olaraq insanda bəxş etdiyi lütf və mərhəmətləri ilahi tərəfindən mütləq şəkildə diqqət ayrılmalıdır. Bu ayələr insanların düşüncəsinə və inkişafına müstəsna rolu var. Allah sizləri salamat eləsin. Allah bir daha bu cəmiyyətdə olan problemlərin, insanı uzaqlaşdıran, haqdan uzaqlaşdıran bütün bəla və müsibətlərdən uzaq qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.